Rəhman və Rəhim olan Allahın adıyla. Məfahim dərsimiz 48-ci dərs sərbəst tapşırıq. Dərsə keçmədən öncə sizə bildirim ki, bu 3-cü kitabın sonuncu dərsidir və artıq 3-cü kitabda bitir. Bu axırıncı dərsdən sonra inşallah əgər ömrüm yetsə, inşallah alınsa, kitabını almışam. Yasin surəsi kitabı var. Onu da elə bu kitabları tərtib edən ki biz bilirik ki, kim tərtib edib? Nicat Yahyazadə tərcümə edənlərdən həmin şəxs ilə tərcümə necə edib, həmin kitabı çıxardıb. Qəhvəyi rəngdə bir kitabdır. Üzərində Yasin sözbəsöz tərcümə kimi qeyd olunub. İstəsəz özünüz onu əldə edə bilərsiniz. İnşallah dediyim kimi alınsa, onu da bacara bildiyimiz qədər ayə-ayə hansı fəsillər necə qoyulubsa o formada da dərs kimi keçərik. İndi ondan sonra təzə bir kitab olsa, yenə istər surələrdən, indi bizə gözləyək ki, nə vaxt yeni kitablar çap olsa, biz də təzədən sizlərlə bölüşək inşallah. Keçid alaq sərbəst tapşırığımıza. Yeni sözləri qeyd eləyin. Dərsimiz 6 ayədən ibarətdir. Şəkildə gördüyünüz kimi. Birinci, gəlin qeyd edək yeni sözləri. Səə, yəni səy edir. Yaxud da deyə bilərik ki, çalışır. Yaxud səy edər, çalışar. Yufsidu, fəsad törədir. Yuhliku, həlak edir, məhv edir. Sonra muxtəlun sözü özünü bəyənmək, təkəbbürlü olmaq. Fəxur, yəni fəxr etmək kimi mənasındadır. Belə hətta saxlaya bilərsiniz. Yəni lovğalıq, lovğalı, özündən fəxr edən, özünü belə deyək, yəni lovğalıq edən, fəxr edən, belə də deyə bilərik, lovğalı, fəxrli. Lə tucadil, mübahisə etmə. Yəxtənun, yəni xəyanət edirlər. Əfimun, günahkar. Lə tusrifu, israf etməyin. Əti, ver. İbnəs səbil, yolda qalan. Sonra 5-ci ayəyə bu sözlər də var. Lə tubəzdir. Lə tubəzdir demək, israf etmə. Təbzira, israf etmək. Sonra 6-cı ayəyə aid olan lə təfrah, yəni fərəhlənmək. Şadlıq etmə, sevinmə, fərahlanma, belə də deyə bilərik. Fərihin, şadlıq edənlər, sevinənlər, yaxud fərahlıq, yəni hiss edənlər. Çünki kökü fərahədir. Keçid alırıq ayələrimizə. Birinci ayəmiz Bəqərə surəsi 205-ci ayədir. Əuzu billah, bismillah. Və izə, və bir zaman təvəllə, yəni təvəllə sözü yəni ayrılmaq, yəni ayrılır. Ayrılır. Yaxud da başqa bir sözlə elə ayrılır deyə də bilərik. Ayrılan zaman. Və izə təvəllə, yəni burada əslində o səndən ayrılan zaman. Burada bu mənada daşıyır. Çünki orada o səndən sözü yazılmayıb, amma biz o mənada qeyd edək. Çünki cümləmiz tamam olsun. Səə, səy edər, çalışar. Fil ərdi, yer üzündə. Liyufsidə, yəni fəsad törətmək üçün. Fiyhə, orada, yəni fəsad törətmək üçün çalışar orada. Və yuhlikə, və məhv edər, yaxud həlak edir. Əl-hərsə, yəni hərsə
əkin deməkdir. Burada yeni sözlər də var. Özü üçün qeyd edin, çünki burada qeyd olunmayıb. Hərthun, yəni əkin, bəlkə də indi təkrardır. Ondan əvvəlki ayələrimizdə bəlkə də var idi. Hərthun əkin deməkdir. Və nəsil, yəni nəsil deməkdir. Vallahu və Allah la yuhibbul fəsad. Və Allah fəsad törədənləri sevməz. Ümumi tərcüməni qeyd edək. O səndən ayrılan zaman səy edər, çalışar ki, yer üzündə fitnə fəsad törətsin. Orada əkini və nəsli həlak etsin, yaxud məhv etsin. Allah isə fitnə fəsadı sevməz. İkinci ayəmiz İsa surəsi 36-cı ayədir. Əuzubillah. Bismillah. Və abudullahə və Allaha ibadət edin. Və la tuşriku və şərik qoşmayın. Bihi ona şeyən, heç bir şeyi. Və bil valideyni və valideynlərə yaxud ata-ananıza, ata-anaya ihsənə, yəni yaxşılıq edin. Bura qədər tərcümə etsək, Allaha ibadət edin və şərik qoşmayın ona və ona heç bir şey şərik qoşmayın. Ata-anaya yaxşılıq edin. İnnallaha, həqiqətən Allah, la yuhibbu, sevməz. Mən o kəsi ki, kənə muxtələn, yəni oldu təkəbbürlü, özünü bəyənən, fəxuran, fəxr edən, lovğa. Həqiqətən Allah özünü bəyənib fəxr edən, lovğalıq edən kimsəni sevməz. Bir daha tərcümə edək ümumi ayəni. Allaha ibadət edin və ona heç bir şey şərik qoşmayın. Və ata-anaya yaxşılıq edin. Həqiqətən Allah özünü bəyənib fəxr edən, lovğalıq edən kimsəni sevməz. Üçüncü ayəmiz Nisa surəsi 107-ci ayədir. Əuzubillah. Bismillah. Və la tucadil və mübahisə etmə. Anillezine, demək, o kəslərdən ötürü ki, belə deyək, çünki ən var. Demək, yaxtanunə, yəni xəyanət edirlər. Yəni ənfusəhum, yəni özlərinə, onların özlərinə. Yəni özlərinə xəyanət edən kəslərdən ötürü mübahisə etmə. İnnallaha la yuhibbu, həqiqətən Allah sevməz. Mən kənə xavvənə əthimə. Mən o kəslər ki, kənə oldu, xavvənə, yəni xavvənə bilir ki, xəyanətkar deməkdir, yaxud xain olanı, əthimə, günahkarı. Ümumi tərcümə isə özlərinə xəyanət edən kəslərdən ötürü mübahisə etmə. Həqiqətən Allah günahkar və xain olan kimsəni sevməz. Yaxud da xain olan və günahkar olan kimsəni sevməz. Çünki burada xain olan kimsə söz olduğuna görə biz günahkarı əvvəldə desək daha düz olar. Allah günahkar və xain olan kimsəni sevməz. Dördüncü ayə, Ərəf surəsi 31-ci ayə, Əuzubillah, Bismillah, Yə bəni Ədəmə, ey Ədəm oğulları. Xuzu, yəni xuzu sözü geyin. Geyin, daha doğrusu geyin, zinətəkum, öz zinətlərinizi, yəni öz gözəl libaslarınızı. İndə yanında, kulli məscidin, hər bir məscidin yanında. Və kulu və yeyin, və şrabu, şərabı sözündəndir, içmək və için, və lə tusrifu və israf etməyin. Burada lakin də deyə bilər və lakin israf etməyin. İnnəhu, həqiqətən o, lə yuhibbul musrifin, həqiqətən o, israf edənləri sevməz. Ümumi tərcümə 4-cü ayədə, ey Adəm oğulları, hər məscidin yanında gözəl libaslarınızı geyin, yeyin, için, israf etməyin. Həqiqətən o, israf edənləri sevməz. 5-ci ayə İsra surəsi 26-cı ayədir. Əuzubillah, Bismillah. Və əti və ver, zəl qurbə, yəni qohumlara, haqqahu, onların haqqını, onların yox, onun haqqını. Çünki burada indi cəm formada qeyd olunmuyor. Yəni onun haqqını, yəni qohumların haqqını.
Vel miskine və miskinə və ibnəs-səbil yolda qalana və la tubəzzir və israf etmə təbzira, yəni israf demək israf etməkdə israf etmə. Yəni qohumlara, miskinə, yolda qalana onun haqqını ver və israf etməkdə israf etmə kimi tərcümə etməliyik. Və sonuncu ayəmiz 6-cı ayə Qəsəs surəsi 76-cı ayədir. Əuzu billah. Bismillah. İz qalə və bir zaman dedi, o vaxt dedi. Ləhu onun üçün yaxud ona, qavmuhu onun qövmü. Lə təfrah. Yəni şadlıq etmə, sevinmə. İnnəllahə lə yuhibbul fərihin. Həqiqətən Allah şadlıq edənləri sevməz. Yəni burada şadlıq edənləri deyəndə yanlış anlaşılır. Burada malına qürrələnib sevinməkdən söhbət gedir. Çünki ondan əvvəlki ayələrdə elə bu mövzuya aid olduğuna görə, yəni bunu bilmədən səhv tərcümə edə bilərik. Onun üçün burada malına qürrələnib deyə qeyd etmək lazımdır ki, özünüz üçün də dəftərə qeyd eləyərsiniz ki, biləsiniz ki, nədən söhbət gedir. O vaxt qövmü ona demişdi, yaxud o vaxt qövmü ona dedi. O zaman qövmü ona dedi. Onun qövmü ona dedi, sevinmə, şadlıq etmə. Həqiqətən Allah malına qürrələnib sevinənləri, şadlıq edənləri sevməz. Allaha əmanət qalın. İnşallah mənə dua edin. Sizin duanıza çox ehtiyacım var. Mən də ziyarətə sağ-salamat gedim, gəlim. Hamınıza duaçı olacağım. İnşallah. Allah hamıya o ziyarəti qismət etsin. Allahın vacibatlarındandır. İnşallah görüşmək ümidi ilə 3-cü kitabımızı bitirdik. Sizləri və özümü təbrik edirəm ki, biz inşallah ki, Allahın razılığını qazanan bəndələrdən olarıq. İnşallah ki, Qurani-Kərimi sözbəsöz anlayıb və hər bir ayəni yaşatmağa çalışarıq öz əməllərimizdə. İlk növbədə özümə, sonra sizlərə bunu tövsiyə edirəm. Allah imanımızı kamil etsin ki, əziyyətimiz boşa getməsin. Hər bir sınaqlardan üzü ağ çıxaq. İnşallah digər kitabda görüşmək ümidi ilə. Allah amanda qalın, sağ olun.